Hə, köhnələr, sabahınız xeyir olsun. Deyirdiniz ki, çək buraları da çək. Xüsusən deyirdi o adamlar, kim ki gedib artıq yoxdur burada, xaricdə yaşayırlar. Baxın, bu da həmən o Qədirli. Yadınızdadır, ay köhnələr, sizin cavanlığı vaxtlarınız gələrdiniz Qədirliyə ya. Qədirli o vaxtı kriminal yerlərdən biri idi, düz deyirəm, yoxsa yox, hə? Bu arkadaki daşlardan tikilmə evləri görürsünüz. Daha doğrusu hindi sökülmə. Yəni bu daşlar heç Aqlay Kubikdə deyil, ondan qabaq təsəvvür eləyirsiniz nə vaxt tikilib bu ev, hə? Bax, bu da ki həmən o 161 nömrəli məktəb. Deyirdiniz, çək, buyurun, baxın, bax, həmən 161. Görün necə fərq var, bax, 161, bax bu məktəb. Bura belə də yəni də, belə deyək də, Kasıblar məhəlləsi, Jiqanlar məhəlləsi. Bir də var 160 şəhərin mərkəzində, belə də yəni qaymaqlar yeri düzdür. Bura amma Qədirlidir, Qədirli. Biz buralarda bölmüşük, başa düşürsünüz? Bura bizim məhəllədir. Yəni ki, buradan çox insanlar yetişiblər, düz deyək. KVN komandasının üzvləri bəlkə olmayıblar, amma adamlar olub burada, yaxşı adamlar olub, yaxşı tarix olub, yaxşı keçmiş olub. Baxın, bax, 161 nömrəli məktəb. Görürsünüz, müharibə vaxtı həmən bu 161 nömrəli məktəbdə mən səhv eləmirəmsə, hətta hospital tipli nəsə olub. Bilənlər varsa, yazsınlar, xahiş edirəm. Bu da ki, Qədirli getdi də, görürsünüz, yavaş-yavaş gedir uje. Çox ümidvaram ki, burada yəni cəmaatı incitməyiblər. Yəni cəmaat razı gedib. Amma sizə deyim, səsləri çıxmayıbsə, o deməkdir ki, hələ razı gediblər. İndi bir dənə də burada yer var. Mən onu istəyirəm sizə göstəreyim. Hətta yer deyil, ağacdır, ağac. İnandırım sizi, bəlkə Bakıda var belə çox nadir hallarda bu cür ağac görmək olar da. Yəni ağacın yoğunluğu onu göstərir ki, o ağacın bəlkə nə bilim, bir 400-500 il vaxtı var. Sabahınız xeyir olsun, sabahınız xeyir. Bir dənə baxın bu ağaca. Görürsünüz, hə? Ay Yaşıllıq İdarəsi, o şəhərdə gedirsən, ağacların üstünə belə birkalar yapışdırırsan, ya bu ağac nə bilim filan ağacdır, filan qədər onun yaşı var. Gəlin bir dənə onu da qızıllaşdırın da. Gəlin baxın. Bu ağacı da qoruyun. Çünki bu ağac gördüklərini heç bizim keçmişimizin adamları görməyib. Bəlkə də bu ağacın hələ altında nə bilim hansı çarların adını çəkim. Onlar oturublar o vaxtı. Yəni Azərbaycanın şahlarından, çarlarından, beylərindən söhbət gedir. Bu qədər qəlbdən qəlbə Qədirlinin, daha doğrusu Qədirlidən nə qalıb orada qəlbdən qəlbə.